Hər birinizi salamlayıram. Qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə digər videolarımızdan fərqli olaraq situasiya mətni izah edəcəm. Başlayaq situasiya mətnimizə. Deyir ki, A təbii obyekti ekvatorun cənubunda yerləşən qədim Gondwana qurusunun tərkibində olan materikin cənub hissəsində yerləşir. Deməli, biz ilk olaraq nəyə baxmalıyıq? Qədim Gondwana qurusunun tərkibində olan materiklər hansı materiklərdir? Bu materiklər Afrika, Cənubi Amerika, Avstraliya və Antarktida materiklərdir. Bildiyimiz kimi Şimali Amerika ilə Avrasiya Lavraziya qurusunun tərkibində idi. Sonra bizə nə deyir? Deyir ki, bu obyekt yüksək relyefə malikdir. Quraq iqlim şəraiti üstünlüyü təşkil edir. Atmosfer yağıntıları azdır, bitki örtüyü seyrəkdir, küləyin fəaliyyəti güclüdür. Yəni bunun dediklərindən belə çıxır ki, ipucu verir ki bizə, yəni söhbət səhralardan gedir. Səhra bir ərazidə tapacağımız obyekt. Burada bizə bir dənə önəmli məlumat verib ki, yerləşdiyi ərazidə iri qum yığımları geniş sahə tutur. Bildiyimiz kimi ən geniş qum yığımları Afrikanın cənubunda olan Kalahari səhrasındadır və burada buna aid bir dənə işarə verib ki bizə, A obyektinin yerləşdiyi materikin cənubunda qədim dağlar, söhbət Kap əjdaha dağlarından gedir. Qərb sahillərində isə soyuq okean cəryanlarının təsirindən formalaşmış başqa bir quraq ərazi var. İndi buna gələcəyik burada. Sualın birincisinə baxaq. A təbii obyekti Kalahari səhrasıdır. Kalahari səhrasının yerləşdiyi materik Afrika materikidir. Yayıldığı ölkələrə misal göstərə bilərik Çar, Namibiya və Botsvananı. Keçək ikinci suala. İkinci sualda A təbii obyektinin yerləşdiyi təbii zonanı bizdən istəyir. A təbii obyektin yerləşdiyi təbii zona səhra və yarım səhradır. Burada relyefin formalaşmasına fəal iştirak edən eksogen proses, təbii ki, səhralarda olan eksogen proseslər eol proseslərdir. Deflyasiya küləyin fəaliyyəti, bunların nəticəsində diyonlar, barxanlar yaranır. Sonra gəlirik ki, A obyektinin yerləşdiyi materikin cənubunda yerləşən qədim dağları müəyyən edeyim. Buna yaza bilərik Kap əjdaha dağları. Qərb sahilində soyuq okean cəryanının təsiri ilə yaranan quraq ərazi isə bunun qərb hissəsində soyuq Bengel cəryanının təsiri ilə yaranan Namib səhrasını yaza bilərik.